Salam, hər vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzindən nisbətən hansı faiz mövzusundan CVD variantının izahına başlayırıq. Birinci sualda deyir ki, 185 onluq kəsrini ifadə edir. Faizi onluq kəsrə çevirmək üçün bilirik ki, 100-ə bölmək lazımdır. 100-ə bölürük, 100-ə böləndə də vergül sıfırların sayı qədər sola gedir. O da 1,85. Cavab D variantı. Adi kəsri faizlə ifadə edin. Adi kəsri faizlə ifadə edin deyəndə kəsri 100-ə vurulur. İxtisarlarımız aparılır. Deməli olur 4-dən 175. Bunu da onluq kəsrlə yazsaq 42 43'den. 43'den %75 diye var. 43'den 400, o da 43'den %75. Burada da onluq kəsri adi kəsrə çevir deyəndə 100'ə vurur. Vergül sıfır sayı qədər sağa gedir. Olur 72,5. Dördüncü sualda deyir 9 şagird təhsil alır. Onlardan 16% əlatıdır. Ədədin faizini tapanda 9 vurur 16'ya bölürük 100'ə. Qısalarımızı aparırıq. Eləyir cavab 144. Sonra 5-ci sualda deyir ki, usta şagird birlikdə 2500 detal hazırladı. Şagird bütün detalların 27%'ni hazırladı. 17 detal hazırladı. 2500 vururuq 17 və 27. 27'yə bölürük 100'ə. Cevabımız son işin kısalarını yaxşı bıraq. 27 ilə 25'ə 675 variant. Sonra 6-cı suala keçirik. Əmtənin qiyməti. Deyir ki, əmtənin qiymətini 10%, sonra yeni qiymət 5% ucuzlaşdırıldı. Bu ucuzlaşmadan sonra əmtənin qiyməti 171 manat oldu. Əmtənin əvvəlki qiymətini tap. Əgər sonda faiz olsaydı, biz əmtənin qiymətini 100 manat götürə bilərdik. Amma soruşmadığıma görə əmtənin qiymətini 1 milyonu x götürürük. 10% ucuzlaşdı deyəndə 100-dən 10-u çıxırıq, olur 90%. X-in 90%-ni tapırıq. X-i vururuq 90-a bölürük 100-ə, olur 0,9x. Sonra deyir ki, yeni qiymət 5% ucuzlaşdı. Yenə 5% ucuzlaşmaq o deməkdir ki, 100-dən 5-i çıxırıq, olur 95%. Bu yerdə qalanın yeni qiymətini 0,9x-in 95%-ni tapırıq. Vururuq 95-ə bölürük 100-ə. Deməli, burada da onluq kəsrindən cavab olacaq. 95'i vuraq 9'a. Elə yazaq ki, sonra bölmək rahat olsun. Deməli olacaq 855. Deməli cavab olacaq, burada da 0-dan 1000-də 855 x bərabərdir 171. Deməli burada da 171'i böləcəyik 1000-də 855'e. Deməli bölək. Deməli cavab düşəcək 200. Sonra deyir ki, 20% 560 olan ədəd 25%-i nə bərabər nə ədəd tapır. İndi faizinə görə ədəd tapırıq. 560'ı vururuq 100'ə, bölürük 20'yə. Eləyir 2008. Daha sonra bunun 25%-ni tapırıq. Vururuq 25'ə, bölürük 100'ə. İxtisalarımızı aparırıq. Cavab olur 700. C variantı. Şagird kitabın 130 səhifəsini oxudu. Bu kitabın bütün kitabın 25%. Yenə də faizinə görə ədəd tapır. Yəni kitabın səhifəsi nə qədərsə, onun 25%-i 130'dur. 130'u vururuq 100'ə, bölürük 25'ə. Deməli cavab olur 520. Demək kitab 520 səhifədir. Sonra burada deyir ki, almeda dolu yeşil kütləsi 31,2 kiloqramdır. Boş yeşilin kütləsi 1200'dür. Bunu kiloqrama çevirəndə 1000-ə bölürük, olur 1,2 kiloqram. 31,2-dən 1,2 kiloqram çıxır, qalır 30 kiloqram. 30 kiloqram almanın öz çəkisidir. Yeşilin çəkisi də 1,2-dir. Bizə də deyir ki, yeşilin çəkisi, boş yeşilin çəkisi. Almanın kütləsi neçə faizdir? Alma 30, boş yeşil 1,2 vurulsun 100. Yerdə də burada qısalarımızı aparırıq. Cavab olur 4. 120, hə. Olur 4%. Deməli yeşil almanın 4%-dir. Burada da B sonraki qiymətdir, A əvvəlki qiymətdir. Sonraki qiymət 1-dən çoxdursa, deməli burada artma baş vermişdi. Burada artma baş vermişdi. Yəni bunu faizə çevirəndə 120 edir. 20% artım olur. Buradan 100'ü çıxanda deməli 20% artmışdı. Biri A. Sonra burada 1-dən azdır. Bunu 100'ə vururuq, olur 80. Burada 100'dən az olduğuna görə azalma olur. Deməli 20% azalmışdı Y. Sonra burada da yenə 1-dən çoxdur. 100'ə faizə çevirəndə olur 150. Burada da 50% artma olmuşdur. C variantı. Sonra burada deməli bunun tərsi də ola bilər. Məsələn, tutaq ki, bu 20% azalıbsa, sonraki qiymət, əvvəlki qiymətdə dəfələri olan, dəfəni də hesablayanda neçə dəfə artmış, neçə dəfə azalmışdı. Burada belə eləyir. Məsələn, B bərabərdir 0,8 A. Deməli, B-ni yenə 0,8 A qoyuruq. B-miz də olur B. Neçə dəfə artıb azaldığını tapmaqdan ötürü B-ni yenə 0,8 A qoyuruq. A-mız da olur A. Yəni A nə qədər B-dən nə qədər çoxdur bölürük. A-nı bölürük 0,8-ə A-ya. Sonra burada da məsələn A-nı bölürük 1,5 A-ya. Tərsindən də belə bilir, tərsindən görünür. A-nı bölürük 1,2 A-ya. Bunlar A-lar ixtisar gedir. Elə ki 1 bölünsün 0,8. Burada cavab 1,25 edir. Deməli, buna B variantı da uyğundur. Sonra 1'i böləndə yenə 1,5'ə, yəni 10 eləyirik. Bunu da 15 olur. Burada 0-dan neçə düşür? Elə cavab yoxdur. Bunu yoxlayaq. Deməli, böləndə 10-u böləndə 12, burada da 0,10 olur. Yəni 1,5 var. Burada 1,5 dəfə artmışdır B ədədi. Deməli, burada D variantı götürürük. İndi keçək D variantına. Deməli, indi D variantı izahına başlayırıq. Yenə faiz onluq kəsrə çeviririk. 100'ə bölürük. 2,4. D variantı. Adi kəsr faizə çeviririk. 100%-ə vururuq. 52. C variantı. Onluq kəsr faizə çeviririk. 100'ə vururuq. 93,5. B variantı. Deməli, məktəbdə 1200 şagird təhsil alır. Onların 12% əlatıdır. Bizdən də əlatını soruşur. 1200'ü vururuq 12'ə, bölürük 100'ə. Cavab olur 144. Sonra 5-ci tapşırıqda deyir ki, səyyah yolun 40%-ni düzənliklə, 26%-ni dağlıqla, qalan neçə faizdir bilmirik. O da 102 kilometrdir. Qalan 102 kilometr isə çay boyunca getdi. Bütün yol 100% olduğuna görə qalan yolun faizini tapırıq. Bunlar toplayıb 100'dən çıxırıq. Deməli 66 olur 34%. Deməli yolun 34%-i 102-dir. Yenə faizinə görə ədəd tapırıq. 102-ni vururuq 100'ə, bölürük 34. Cavab düşür deməli 300. Deməli bütün yol nə qədərdir? 300 kilometrdir. 300 yox ya. Burada 100. Hə, bütün yol 300'dür. Düzdür. Bizdən amma sualda soruşur ki, dağlıq neçə kilometrdir? 300'ün dağlıq nə qədər, neçə faizdir?
Deməli, deyir dağlıqla neçə kilometr getdi? 326%-ni tapır. 300 vuraq 26-ya bölürük 100-ə olur 78 kilometr. 6-cı sual. Parçanın əvvəlcə 10%-dən sonra qallığın 25%-ni kəsdilər. Parçanın neçə faizi kəsildi? Gəl parçanın uzunluğunu 100 götürək. Onun 10% kəsilibsə, deməli 10% 10 eləyir. 100-dən də 10 çıxanda olur 90. 90 metr qalıb. Sonra deyir ki, qallığın da 25%-ni, 90-ın da 25%-ni tapaq. Deməli 22 tam onda 5. Deməli sonra da 22 tam onda 5-ini kəsiblər. 90-dan 22 tam onda 5-i çıxırıq. Yox, bizə demir nə qədər qaldı. Bizə deyir ki, nə qədəsi kəsilib. Birinci 10% kəsilib, sonra da 22 tam onda 5-i kəsilib. Yəni toplayanda olur 32 tam onda 5%, yəni B variantı. 180 kg naringi satıldıqdan sonra mağazada naringi ilkin kütləsinin 40% qədər qaldı. Deməli tam naringi satılmamışdan əvvəl 100% idi. Ondan 40% qalıbsa, deməli 60% satılıb. 60% də 180 edir. Yenə faizinə görə də tapırıq. 180 vuruşaq 100-ə bölürük 60-a. Cavab olur 300. Deməli, bütövlükdə naringi nə qədər olub? 300 C variantı. Deyir şagird 50 səhifə oxudu. Bu da kitabın bütün səhifələrin 10%. Yenə faizinə görə də tapırıq. 50-ni vuruşaq 100-ə bölürük 10-a. Deməli 10% bölürük. Cavab olur 500. Demək kitab 500 səhifədir. Burada da yine yumurtanın qabığının kütləsi 3 qramdır, öz kütləsi də 60 qramdır. Deyir yumurtanın qabığının kütləsi bütöv kütləsinin neçə faizidir? Məxrəcdə bütöv kütləsini 60 yazırıq, sürəti 3 yazırıq, vururuq 100-ə. Cavab olur 5%. Yenə də 10-cu sual bayaqki kimidir. Deməli, birdən çoxdursa artım var, 100-ə vuranda 160 edir, 60% artım var. Birdən azsa azalma var. Bunlarda 50%, bunda da 60% azalma. Birinci bunları yazırıq. 60% artmışdır D, 50% azalmışdır A, 60% azalmışdır B. İndi dəfiyə baxaq. Deməli, 1,6 yoxdur. İndi belə edirik. Birinci ədədimiz n-dir. N-i də 0,5 n yazırıq və bir-birinə bölürük. Burada böləndə cavab olur 2. Demək 2 dəfə azalmışdır Y variantı. Sonra burada da n-i 0,4-ə bölürük. Cavab olur 2,5. Yəni 2,5 dəfə azalmışdır C variantı.